Bu məclislərdə insanın ruhi dirilər. Əhl-i beyti tanımaq üçün iştirak edərlər o məclisdə. Əhl-i beyt tanıtdırılar, Allah tanıtdırılar, Peyğəmbər tanıtdırılar. Bu məclisdə əhl-i beytdən danışırlar. Əhl-i beytin rəftarı, kirdarı, onların yaşayış tərzi müzakirə olunan, o ruhlar, qəlblər ölən gün bunun qəlbi, bunun ruhi diri olar. Burada bizim ruhumuz dirilir. Dirilik iki cürdür. O qədər dirilər var, ölüdürlər və o qədər ölülər var, diridirlər. Məsələn, şəhidlər diridirlər. Amma o qədər insanlar var, diri ola ölüdürlər. Ölü insanlar hansı insanlara deyilir? Diri insanlar hansı insanlara deyilir? Ayrı bir dənə mövzudur. O şəxsin ki imanı var, o şəxs ki yatmayıb qəflət yuxusunda oyaqdır, bu diridir. Oyaq insan gün ərzində Allah Taala tərəfindən onun üçün buyurulmuş görüləcək işləri görər, qadağan olunmuş işlərdən çəkinər. Oyaqdır, qafildir, ilahi vəzifələrdən qafildir. İmanı var və salih əməli var. Bu insanlar oyaqdılar və diridirlər. Əgər görsəniz bir insan 24 saat keçər, bir dəfə Allah yadına düşməyə, Allah nəyi vacib eləyib, nəyi haram eləyib, o vacibə nisbətdə məsuliyyətli və harama nisbətdə məsuliyyətli olmaya, bu ölüdür. Nə olsun gəzir dolanır. Bəzi insanların mübarək bədənləri torpağın altındadır, ancaq yaşayırlar. Şəhidlərimiz yaşayırlar. İmam Hüseyin əleyhissalam yaşayır. Quranın məntiqidir də. La təhsəbənnəl-ləzīnə qutilu fi səbilillah əmvata. Allah yolunda öldürənləri ölü hesab eləməyin. Bəl əhyaun. Bunlar diridirlər. Ölü necə diri ola bilir? Diri də budur, ölü ola bilər. Hansı hədəfdən ötürü yarandığını bilməyən, bu dünyaya nə üçün gəlməyin bilməyən, bu dünyada vəzifəsi nədir onu bilməyən, axır aqibəti haradır bilməyən və bunlardan qafil olan ölüdür. Bu məclislərin faydası nədir? İnsanları dirildər, ruhları dirildər, qəlblər, ruhlar ölən gün bunların qəlbi, ruhu diri olar. Ayılarlar, qəflət yuxusundan oyanarlar. Həzrəti Zəhra səlamullah əleyhanın məclisinin bərəkətindən onun canı ilə cavan canın qurban verdi dinə. Canı ilə, qanı ilə qorunan din bəyan olunar, eşidər, ayılar, hədəfin bilər, məqsədin bilər, nə üçün gəlib, nə etməlidir, hara gedəcək, axır aqibət nə olacaq bilər. Bu məclislərdə dirilər gedər. O qədər ölülər elə məclislərdə dirilir. Bunlar bir dənə nurdular, yaşayışları da bərəkət. Ölümləri də bərəkət, danışıqları da bərəkət. Nə oldular? İmam Hüseyin əleyhissalam o qədər ölü dirildi, özü dünyasını dəyişəndən sonra, şəhid olandan sonra. Həzrəti Zəhra sallallahu əleyha həmçinin. Ona görə bu məclisin faydalarından biri də budur ki, insanlar bu məclislərdə dirilərlər.